Salam. Sizlərə bugün Abituriyent jurnalının Dövlət İmtahan Mərkəzi Abituriyent jurnalının 2024-cü il buraxılışında sayında yerləşən model testlər, Azərbaycan dilində model testləri təqdim edirəm sizlər üçün. Birinci sualda deyir ki, hansı sözdə orfoqrafik səhvi yalnız kar samitin yazılması yaratmışdır? Bizdə söz səhv yazılacaq deməli və kar samitin üzərindən olmalıdır bu səhvlik. A variantına baxırıq, diagonal yazıbdır. Diagonalda y artıqdır. Yazılışda orfoqrafiyada y olmur. Bəs bunu niyə götürmürük? Ona görə ki, cingiltili samitdir. Bizə kar samit deyirdi. Burada kar samit deyir bizə. A-nı çıxdaş elədim. Köstəbək düzgün yazılıb. Həmahəng G ilə yazılmalıdır. Amma K yazılıbdır. K səhv yazılıbdır. Bəs baxaq görək bu səhvlik nə ilə bağlıdır? Baxırıq görürük ki, kar samitlə bağlıdır ki, kar samitdir. Kar samitdir. Cavabımız C variantı. İntuisiya düzdür. Gizlitkenlik düzgün yazılıbdır. Cavabımız C variantı. İkinciyə gəldik. İkincidə deyir ki, Cəfər uzun iş saatından sonra səssiz bir güşə tapıb uzandı cümləsində təsriflənən feil haqqında doğru fikri deyir bizə. Burada təsriflənən feil uzandı feilidir. Uzandı feilidir. Biz uzanmağa götürəcəyik əlbəttə ki, burada, yəni başlanğıc formanı. Sinonimi yoxdur deyir. Əslində sinonim olaraq bunu demək olar. Şimdi baxın, hansı mənada işlədilir bu uzandı sözü. Deyirəm ki, divarın üstündən uzandı deyəndə boylanmaq anlamda demək olar. Nə bilim, və yaxud da deyirəm ki, divanın üstünə uzandı, sərilmək anlamda və s. demək olar. A variantı səhvdir, yəni sinonim ola bilər. Amonimliyi var deyəndə deməli, yatağa uzanmaq, yatağa uzanmaq, uzanmaq. Bir də deyirəm ki, uzanıb, kitabı götürdü. Kitabı götürdü. Uzanıb kitabı götürdü. Uzanıb kitabı götürdü və yatağa uzanmaq onlar bir-birinə amonim təşkil edə bilir. B variantı cavabı. Antonimi yoxdur deyir bizə. Antonimi yoxdur. Əslində antonimi var. Uzanmaq, qısalmaq, boyu uzandı, boyu qısaldı və s. kimi ifadələri burada işlətmək olar, antonim olaraq onları götürmək olar. Düzəltmə sözdür. Xeyr, düzəltmə deyil, sadədir. Cümlədə tərkib yaradıb, xeyr, tərkib yaratmayıb. Cavabımız olacaq B variantı. 3. Klasteri tamamlayıb bilən fikirləri müəyyən edin. İstədim sözü verib, icbar növdə verib burada. İcbar növdə deyirsə əgər, birinci burada kök şəkilçiyə baxaq, sonra t'dır burada. Əgər icbar növ deyirsə, sözdə təhlil bu cür olacaqdır. Biz bu təhlilin üzərindən getməliyik. Çünki burada bizdə klasterin içərisində fikri deyir bizə. Deyir, icbar növdədir bu feil, bu söz. Biz də məcburuq ki, icbar növdədir deyirsə, bu cür təhlil eləyək. Yoxsa bunun ikinci cürdə təhlili var. İstə sözün kökü, istədiyim forması da var. Amma bizə icbar növ dediyi üçün biz orada t-nı görməliyik. Yəni, d-nı leksik şəkilçi olaraq görməliyik. Birinci fikirdə deyir ki, birinci şəxsin cəminin şəxs şəkilçisini qəbul edib, mən istədim. Fikir versə, birinci şəxsin təkidir, biri çıxdaş elədim, B və E gedir. Əmr şəklindədir deyib, bəli. Şəxs onluğu yalnız feil köklərinə və başlanğıc formaya artırılanda o zaman əmr şəklində olur. 2-ni biz götürürük burada. 2-ni götürdüksə, A ilə D-də gəlir, qalır cavabımız C variantı. Əslində düzdür, amma digərlərinə də baxaq. Tərkibi kök, leksik, qrammatik şəkildən ibarətdir. Görürük, kök, leksik, qrammatik şəkilçi, bu da düzdür. İdi hissəci işlənib səhv deyir. Kök və 2 qrammatik şəkilçidən ibarətdir. Xeyr, kök, 1 leksik, 1 qrammatikdir. Cavabımız 2-3 C variantı. 4-ə baxırıq. Əli öz oğlunun uğurlarını gördükcə sevinirdi. Cümləsi haqqında yanlış fikri deyir bizə. Sözlərdən birindəki səs düşümü mənsubiyyət şəkilçisinə görədir. Burada oğul sözü əslində
oğul sözü bu cür yazılır. Burada ikinci sayı düşüb. Ğ ilə L arasında U var. Mənsubiyə şəkilçisi qəbul etdiyinə görə səs düşümü baş veribdir. A düzdür. B'də deyir ki, cümlə üzvləri mübtəda, tamamlıq, zərflik və xəbərdir. Baxırıq, sintək təhlilə gedirik. Sevinirdi kim? Əli. Nə zaman sevinirdi Əli? Öz oğlunun oğullarını gördükcə sevinirdi. Zərflikdir. Zərflik, xəbər və mübtəda. Bizə burada deyir ki, mübtəda, tamamlıq, zərflik, xəbər. Tamamlıq burada yoxdur. Cavabın B variantı. Digərlərinə də baxa bilərik. Feili bağlamanın kökü ədat ilə monimdir. Gör var burada. Gördüksə var burada. Gör kökdür və gör ədatı, əmr ədatı var. Düz deyir. İsmi birləşmədə iki fərqli hal şəkilçisi var. Oğlunun yiyəli çal var. Oğullarını təsirli hal. Burada təsirli hal var. Burada isə yiyəli çal var. Çıxış elədim. İki sözdə samit fərqli tələffüz olunub. Gördükcə bir də uğurlarını. L da keçir R-ya burada. Bu da düzdür. Cavabımız olacaq B variantı. 5-ci suala baxırıq. 5-ci sualda bizə deyir ki, Euler-Venn diaqramında sözlərin fonetik təhlili ilə bağlı doğru fikirləri seçin. Bizə mütləq və defis sözü verilibdir burada. Deyir ki, kar və cəngiltili samit burada fonetik təhlildə mütləq K kimi tələffüz olunacaqdır. Ona diqqət eləyək. Birinci fikirdə deyir ki, kar və cəngiltili samitlər yanaşı işlənibdir. T ilə L burada yanaşı işlənibdir. İkinci sözə baxıram, defis sözündə yoxdur. Düzgün işlənibdir. Bir götürdüm. Bir olmayan variantları çıxa bilərik əslində. Vurğusu müxtəlif məqamlarda fərqli hecalara düşə bilər. Bəli. Misal üçün deyirəm ki, mütləq hakimiyyət. Mütləq hakimiyyətdə sana düşür. Deyirəm bu işi mütləq görməlisən. Mütləq də üyə düşəcəkdir artıq. Düzdür. İkini də götürdüm. Yazılışı ilə tələffüzü fərqlənmir. Yazışı tələffüzü fərqlənmir defis sözündə, amma mütləq də fərqlənir. 3 yanlışdır. 3 olan cavabları da istəsək çıxa bilərik. 4-cü fikirdə deyir ki, cingiltili samitlərin sayı kar samitlərdən çoxdur. Cingiltili samitlərin sayı kar samitlərdən çoxdur. Səhvdir. F ilə S burada kardır. D isə cingiltilidir. 4 səhvdir. 4 səhv olanda A-nı da çıxdıq. Qaldı C variantı. İşlənmə yerindən asılı olmayaraq vurğusunun yeri sabitdir. Bəli, işlənmə yerindən asılı olmayaraq vurğunun yeri sabitdir. Yəni ikinci hecadır, defis. Gəldik cavabımız C variantı. Gəldik 6-cı suala. Hansı cümlədəki xitab feili birləşməli ifadə olunmuşdur? Suda qanat çalan qağayı, əlvida. Burada əsas tərəfə biz fikir verəcəyik. Burada qağayıda əsas tərəfdə olan söz. Bunun elə bir ki, asılı tərəfi birinci növ təşkil edir. Suda qanat çalan hansı qağayı belə olur. Amma xitablar suallara cavab vermir. Sadəcə olaraq bu işin mahiyyətini deyirəm ki, yəni bu cür olur. Suda qanat çalan, burada əslində feili sifət tərkibi var. Amma feili birləşmə olması üçün bu feili sifətin ən sağda işlənməsi, yəni əsas tərəfdə işlənməsi lazımdır. A-nı çıxıram, səni gözləyirəm, Bozqurd, hardasan? Bozqurd birinci növ isim birləşmədir, B-ni də çıxıram. Əlvida, otağım, mavi dənizim, otağım, mavi dənizim feili birləşmə yoxdur, çıxdım. Göy üzündə uçan durna, burada da eyni A variantındakı kimi, necə deyir suda qanat çalan qağayı, burada deyir ki, göy üzündə uçan durna. Burada da əsas tərəfdə isimdir. İsim birləşməni ifadə olundu. Əyriyə düz deyib, düzü əyənlər. Gördünüz, əsas tərəfdə, ən sağ tərəfdə, əsas tərəfdə feili sifət işləndi və bu feili sifət tərkibidir və xitab şəklində iştirak edəcəkdir. E variantını biz düzgün olaraq götürürük 6-cı sualda. 7-yə baxırıq. 7-də deyir ki, mən inanıram ki, müəllimi anlayar. Müəllimi anlayar, kimi anlayar? Kimi anlayar? Bir də deyirəm ki, müəllimi, onun müəllimi olur. Müəllimi burada artıq olur mənsubiyyət şəkilçisi. Mənsubiyyət şəkilçisi olanda adlı halda olacaqdır.
Təsirli halda olanda isə tamamlıq olacaqdır. Yəni təbii halda tamamlıq olur çünki. A variantı əslində variantımız cavabımızdır. Digərlərinə baxaq. Bilirəm ki, sabahda yazacaq. İsmi görmədim. Müəllim necə demişdisə elə yazdı. Müəllim yalnız adlı haldadır. Bunları çıxırıq. Günəş üfüqə qalxandan bəri oğlu gözləyir. Oğlu onun oğludur. Mənsubiyyətdir yalnız. Bu iki halda düşünülə bilməz. Günəş də adlıqdır. Qış ayları qeyri-müəyyənlik adlıq. Çünki ikinci növün tərəfləridir, əsas və asıl tərəfləridir. E variantında çıxırıq. Cavabımız A variantı 7-ci sualda. 8-ə gəldik. L-Irvin diaqramında altına xətt çəkilmiş sözlərlə bağlı yanlış fikirləri bizə deyir burada. Yanlışları. Dağlardakı yaşıl otlar can məlhəmidir. Burada dağlardakı birinci söz, yaşıl ikinci söz. Bunların üzərinə Venn diaqramı qurulubdur. Birinci sözü deyir ki, adi dərəcədədir. Adi dərəcədədir deyirsə, hər ikisi adi dərəcədədir. Bu yanlışdır. Yəni, orta yazılacaq. Yəni, adi dərəcədə olması dağlardakı sözün yaşıl sözünün fərqi deyil. Bunun oxşarlığıdır. Biri götürdüm ona görə də, biri götürdümsə C və E-ni çıxdaş edə bilərəm. Qrammatik şəkilçi leksik şəkilçidən sonra işlənmişdir. Xeyr, qrammatik şəkilçi leksik şəkilçidən lar, dakı əvvəl işlənibdir. Zaten bu kimi şəkilçilərin dakıdır, kidir, sızdır. Bunlardan əvvəl qrammatik şəkilçi işlənə bilir. 2-ni də götürdüm. 3 əlamət bildirir, bəli. 3 ikisi də əlamət bildirir. 4-ə gəldim. Yerinə görə sifətin müxtəlif dərəcələrində işlənə bilər. Bəli, işlənə bilər. Hansı? Yaşıl sözü. Ən yaşıl, çox yaşıl, yam yaşıl, lap yaşıl işlənə bilər. Amma dağlardakı işlənə bilməz. Yaşıl sözü amma işləndi. Ona görə də yanlışdır. Hər ikisinə aid deyil. 4-ü də götürdüm. Cavabımız əslində 1, 2, 4 çıxdı. Aid olduğu nitq hissəsinin bütün suallarına cavab verə bilir. Yəni, sifətin necə, necə, hansı sualların üçünə də cavab verə bilir. Amma dağlardakı sözü vermir. Bu düzdür, yəni 5. Ona görə ki, dakı və k ilə düzələn sifətlər, adlardan düzələn sifətlər mütləq şəkildə hansı sualına cavab verirlər. Cavabımız D variantı. Sonra gəldik 9-cu suala baxırıq. Məktubu aldığı gündən bəri fikri onda, naməlum adamda idi. Cümləsində əlavə nəyə aiddir deyir. Bax, fikir verin burada. Tirədən sonra naməlum adamda idi. Adamda idi xəbərdir burada. Naməlum bu xəbərdə həm də əlavəli xəbərdir. Xəbərin əlavəsidir. Bu əlavənin təyin edicisidir naməlum. Onda idi. Fikir verdiniz. Onda idi burada deyib ixtisarı. Çünki burada əlavənin üzərində idini görürəm mən. Onda idi, naməlum adamda idi. Burada olacaqda ismi xəbər. İsmi xəbər. Çünki onda idi, əvəzinə ifadə olunubdur. Adamda idi, adamda isimlə ifadə olunubdur. Yəni, ümumilikdə ismi xəbər hesab olunur. Gəldik 10-cu suala. Hansı cümlələrdə qrammatik normanın pozulması uzlaşma ilə bağlıdır? İnsanların çoxu baş verənlərin əsl səbəbini bilmirdilər. Bilmirdilər ki, insanların çoxu. Burada pozulubdur. Nəyə görə pozulubdur? Ona baxaq. Baxın, mübtəda təkdədir. Hardan bilirik təkdədir? Burada cəm görsənə bilər. Amma bizdə qaydada deyir ki, çoxu sözü cəmdə olmalıdır ki, burada lər görsənsin, yəni olsun. Görsənməməlidir. Çünki çoxu sözü təkdədir. Təkdə olduğuna görə xəbər də təkdə olacaqdır. Ona görə də burada uzlaşma pozulubdur. Yəni norma ilə bağlı, qrammatik normanın pozulması uzlaşma ilə bağlıdır burada. Biraz sonra adamlar dağılışmağa başladılar. Adamlar başlayıblar, bu düzdür. Xalqların taleyi təsadüflərin hökm altına düşə bilməzdi. Burada da elə bir şey görmədim mən. Xalqların taleyi. Xəyalın təmiz göylərində indi ulduzlar parıldayırdı. Bax, fikir verək. Burada uzlaşma pozulub. Amma norma pozuntusu yoxdur. Çünki ulduzlar cansızdır, cəmdədir, parıldayırdı. Xəbər də təkdədir. Burada uzlaşma pozula bilər. Amma biz qrammatik norma gözlənilir bilirik qaydaya əsasən. Bu düzdür. Günlər hiss olunmadan gəlib keçirdilər. Gəlib keçirdilər xəbərdir. Nə günlər? Baxın, günlər cansızdır, cəmdədir. Keçirdilər də lər olmamalıdır. Çünki burada uzlaşmanı deməli təmin edəndə, yəni lar, lər
mübtədədə də, xəbərdə də işlənəndə o zaman qrammatik norma pozuntusu baş verir. Ki burada baş veribdir. Pozulmaması üçün biz ləri buradan çıxartmalıyıq ki, qrammatik norma pozulmasın. Amma burada pozulub, çünki gəlib keçirdilər, ləri biz burada gördük. 5 də qrammatik norma pozulması uzlaşma ilə bağlıdır. 1-5 cavabımız A variantı. Gəldik 11-ci suala. Durğu işarələrini bərpa etməklə cümlədə müəyyənləşə bilər. Deməli deyir, qonşumuz Babək Arif Laçına sabah gedəcək deyə təsdiqlədi. Qonşumuz, qoşu nöqtə, dırnaq açdım. Babək müraciət var. Arif Laçına sabah gedəcək, dırnağa bağladım, vergültiri deyə təsdiqlədi. Nəyə görə bu cür olacaq? Ona görə ki, Arif tək gedəcəkdir də, ona görə də üçüncü şəxsin təkində verilməlidir xəbər. Burada həmcinslik yoxdur, yəni. Durğu işarələrini bərpa etməklə müəyyənləşə bilər nələr? Durğu işarələri bunlardır. Həmdə sözləri işləndiyini müəyyənləşdirə bilərik. Xeyr, baxa bilmərik. Bunu çıxdaş elədim. Sonra vasitəsiz nitqin olduğunu deyə bilərik. Bəli, deyə bilərik. 2-ni götürdüm. Sual intonasiyasının olduğunu deyə bilərik. Xeyr, sual burada yoxdur. Sual yoxdur. Burada bunu çıxdaş elədim. Sonra ümumiləşdirici sözün işləndiyini burada deyə bilərik. Yox, burada ümumiləşdirici sözü yoxdur. Buradakı qonşumuz müəllifin sözdür. Buradakı sizi çaşdırmasın, bu M-dir. 4-də çıxdaş elədim. Adi intonasiya deyilməli olduğunu, bəli. 2-5 cavabımız olacaq. Fikirlər, 12-ci sualda deyir ki, fikirlər hansı cümləyə aiddir? Burada mübtədası bərpa oluna bilər deyir, tamamlıq xəbər sxeminə uyğundur deyir, əmr cümləsidir deyir. Baxaq A-ya, biz ətraf mühiti qorumağın borc olduğunu unutmayın. Unutmayın, nəyi unutmayın? Ətraf mühiti qorumağın borc olduğunu. Burada tamamlıqla xəbər gördük ki, siz. Burada bərpa oluna bilər deyir. Bəli, bərpa olundu. Bu bir tamamlıq xəbərdir. Bəli, bu da tamamlıq xəbər. Çünki ətraf mühiti qorumağın borc olduğu. Dığı, dili, dığı şəkilçisi, feili sifətin şəkilçisidir. Bəli, olur. Başqasının malına göz dikmə. Başqasının malına göz dikmə. Bu sənin üzərindən də budur. Müəyyən başqasının malına. Bu ümumi şəxsli cümlədir. Ümumi şəxsli cümlə. Uşaqları xilas edə bildilər ki, qeyri-müəyyən şəxsli cümlə. Qeyri-müəyyən şəxsli cümlə. Bunları çıxdaş elədik. Bizə mübtədası bərpa oluna bilən deyirsə, müəyyən şəxsli cümlə deyir də, onu unutmaq olmaz. Düşmənlər üçün qorxu mənbəyi. Qorxu mənbəyi zaten burada əmr cümləsi ola bilməz. Deyəni də çıxdaş elədim. Qəzəbin atəşini səbirlə söndürün. Necə nə tərzdə səbirlə, burada zəflik var. Bunu da çıxdaş elədim. Burada əmr cümləsidir. Bu məsələyə gələk. Əmr cümləsinin xəbəri mütləq şəkildə bilirik ki, feilin əmr şəklində olmalıdır. Unutmayın. Bunu da yəqin ki, biz gördük özümüz. Cavabımız olacaq burada A variantı. 13-cü suala gəldik. 13-cü sualda deyir ki, hansı nümunədə durğu işarələrini birindən istifadə edilməsə, cümlədə qüsur yaranmaz. Qüsur yaranmaz. Ancaq fikirdə dəyişiklik yaranar. Baxaq biz, zərbənizə cavab verməyin adamdan çəkinin, şübhəsiz o sizi bağışlamaz. Özünüzü bağışlamağınıza da imkan verməz. Mən burada vergülləri götürsəm, şübhəsizin sağından və solundan, burada bunun mahiyyəti qalmayacaq. Çünki qüsur yaranacaq burada. Nəyə görə? Çünki bu modal sözdür, qüsur yaranacaq. Buradakını da götürsəm, həmçinin qüsur yaranacaq. Çünki burada həmcinslik var artıq, burada yəni, düzgün gəlməyəcək. A-nı çıxdaş elədim. Bizə deyib, qüsur yaranmasın. Ağıllı adamın axmaq qarşısında susması təəccüblü deyil. Çünki nağara səsi tar səsinə, sarımsaq iyi əmbər qoxusuna həmişə üstün gəlir. Deməli, burada tabeli mürəkkəb cümlədir. Burada çünkidən əvvəl vergül işlənməlidir. İki cümlə ayrılır burada, 100% işlənməlidir. Burada çıxarsam qüsur yaranar. Burada da çıxarsam qüsur yaranar. Ona görə ki,
Həmcislik var ikinci tərəfində mürəkkəb cümlənin. Burada da qüsur yaranır. Alim bank xəzinədarı kimi buradakı vergülü çıxara bilmərəm, yənidən əvvəl vergül olmalıdır. O, əlindən böyük xəzinələrin açarını saxlayır, amma bu xəzinələr onun deyil. Alim bank xəzinədarı kimidir, yəni o əlində böyük xəzinələrin açarını saxlayır, amma bu xəzinələr onun deyil. Deməli, o əlində, burada yalnız mübtəda kimi, əgər düşünürsə o əlində, hansı əlində o səhv olur. O düzgün ifadə deyil, məna cəhətdən də düzgün deyil. O, əlində böyük xəzinələrin açarını saxlayır. Burada da çıxarsam, xəta yaranar, yəni qüsur yaranar burada. Bizə deyir ki, yaranmasın. Ağıl iki cürdür, sonradan qazanılan, fitrətdən gələn. Burada da düzgün qoyulub qoşu nöqtələr. Sonradan qazanılan, burada da düzgün qoyulub vergül. Yəni, biz bunları çıxarsaq, cümlədə xəta yaranacaq. Deyini də çıxdaş elədim. Azad insan pis düşüncələrdən uzaq olandır. Çünki o, düşüncələrin pəncəsində sıxılmır. Çünki burada çıxarda bilmərəm vergülün, bu qaldı yerində. İkinciyə baxırıq. O, düşüncələrin pəncəsində sıxılmır. Kim o? Bir də deyirəm ki, o düşüncələrin, bu tərəfdən yazım, o düşüncələrin, vergül çıxarsam olacaqdır bu işarə əvəzliyi və təyin. Hansı düşüncələrin pəncəsində sıxılmır? O düşüncələrin. Deməli, burada vergülü çıxarsam qüsur yaranmır və fikirdə dəyişiklik yaranır. Bəli, olur. O düşüncələrin yox, o düşüncələrin. Təyin kimi iştirak edəcək. Cavabımız E variantı. 14-ə baxırıq. Hansı nümunə yerinə görə həm leksik mənalı, həm də yalnız qrammatik mənalı söz kimi işlənə bilər? Əlbəttə, burada yalnız qrammatik əvvələ, yalnız qrammatik ümumi, yalnız belə deyək, leksik mənalı söz müfəssəldə. Burada müxtəsər sözdür. Həm riyaziyyatdakı bu müxtəsər vurma düsturları var. Və yaxud da deyir ki, müxtəsər danış, yəni qısa, yığcam mənasında da, lakonik mənasından da istifadə olunur. Müxtəsər sözü həm də modal sözdür. Modal söz olduğuna görə biz bunu həm qrammatik mənalı, həm də leksik mənalı qəbul edə bilərik. 15-ə baxırıq. Bitki yazılan mürəkkəb söz yarada bilən nümunələrin uyğunluğunu müəyyən edin. Yer, göy, bu bitki yazılmaz, yer, aləm olmaz, yer, yurt defisinə yazılar. Yer görüşü olmaz, yer altı olar. Yer altı. Yer altı düzgündür burada. Dünya baxırıq. Dünya, göy olmaz, dünya, aləm. Bunlar sinonim olaraq gedir. Dünya, yurt olmaz, dünya görüşü olar. Dünya görüşü. Bitki yazılar. Bitki yazılar. Deməli, burada 6, 1E, 2D. 1E, 2D A variantı olacaqdır cavabımız. On 6-cı suala baxaq. Sualda deyir ki, hansı təsriflənən feili yerinə görə feilin iki şəkilinə və iki qrammatik mənasına, iki şəkilinə və iki qrammatik məna növünə aid etmək olar. A variantına birinci baxaq. Ada deyir ki, vidalaşmaq sözü var. Vida sözün köküdür. Vidalaş, vidalaşaq. Bir də burada vidalaşaqda A-qını A və Q şəklində götürmək olar. Yəni, arzu şəkil kimi də götürmək olar. Burada əmr şəklində olacaq. Burada isə arzu şəklində. Şəkilinə baxıram, iki şəkildə olur. Növünə baxıram, yalnız məlum növdür. Burada yalnız məlum növ olacaq. Amma şəkili iki şəkildə olur. Hansı şəkillərdə oldu? Burada əmr şəklində olacaq. Burada isə arzu şəklində olacaq. A variantını çıxdaş elədim. B-yə baxırıq. Bağladım sözü var burada. Bağ sözün köküdür. Bağla, bağlat, var. Bir də ki, bağladım var. Bağladım. Bağ sözün köküdür. Bağla, bağladı mı? D ayrı, m ayrı götürülür burada. Bunların birinci şəkillərinə baxaq. Burada əlbəttə ki, əmr şəklindədir. Burada isə xəbər şəklindədir. Nəyə görə? Çünki burada D şəhudi keçmiş zaman olaraq nəzərə alınıb. İki şəkildə oldu. Bəs iki qrammatik məna növündə olurmu? Bağladım icbar növdədir. Bağladım məlum növdədir. Düzdür, olur. Bu icbar növdə olacaq bu hissəsi. İcbar növdə. Bu hissə isə olacaqdır
məlum növdə. Cavabımız B variantıdır. C-yə baxaq. İtirirsə, it sözün, itmək sözün kökü itirmək, itirirsə, burada xəbər şəklində olacaq. Yalnız xəbər şəkli, xəbər bir şəkildə getdi. Köçürəndə, köçürəndə. Köç sözün kökü, köçürmək, köçürəndə. Bir bu cür tərəfsi, daha doğrusu yazıla bilər, təhlil oluna bilər. Bir də bu cür. Köçür, əndə. Əndə bu cür ola bilər. Yer gəlmişəm, burada artıq şəklinə baxmağa ehtiyac yoxdur. Nəyə görə şəkil olaraq götürə bilməli? Çünki anda, əndə feili bağlama təsriflənməyən formadır və ən plus D forması da təsriflənməyən formadır. İki cür də təhlil, sadəcə mən yazım ki, təhlilinə baxasınız burada. Yəni, iki cür təhlildə də bu təsriflənən forma olmur zaten. Burada şəkil olaraq, yəni təsriflənən forma olmur. Təsriflənməyən forma ancaq əmələ gəlir. D-ni də çıxdım. Tikdirilmək. Tik sözün köküdür. Tikdirmək, tikdirilmək. Burada elə bir cür şəkil var burada. Hansı şəkil? Yox, şəkil yoxdur burada, daha doğrusu. Burada şəkil yoxdur. Burada təsriflənməyə formadır. Mək var. Şəkilə getməz. Qrammatik məna növün deyəndə isə tikdirildi. Tikdirildi olacaqdır məhsul növ. Tikdirildi. Çünki axırdakı il məchul növün şəkilçisidir. Biz axırıncı leksik şəkilçiyə görə davranırıq. Cavabımız olacaq B variantı. İki şəkildə olacaq, iki qrammatik məna növündə. Gəldik 17-yə uşaqlar. 17-də deyir ki, budaq cümləsi baş cümlədən əvvəl gələn deməli, mürəkkəb cümləni müəyyən edin. Yəni, bunu deyir bizə. Bu sxema olmalıdır. Bu sxem olmalıdır. A-da deyir, ailənin humanist olmağının nəticəsidir ki işləndir. Hər kəs istədiyini söyləyir. Deməli, birinci cümlə burada baş cümlədə ki işlənibdir. A getdi. Hanı o insanlar hər kəsi başına toplayıb yol göstərirlər. Hər kəsi başına toplayıb yol göstərirlər. Burada baş budaq yoxdur. İnsanlar göstərirlər. Yoxdur. Arzu gedəcəyi ünvanı dəqiq bilmirdi. Fatimə də ondan geri qalırdı. Dəqiq bilmirdi kim Arzu, geri qalmırdı kim Fatimə. Burada zaman əlaqəlidir. O tabesi bizə tabeli deyil. Bizə tabelidir. Bunu da çıxdaş elədik. Burada tabesizdir zaten. Bizə budaq başlayırsa tabeli lazımdır. O vaxt ki imkanım var idi, hər kəsə yardım etmək istəyirdim. O vaxt ki imkanım var idi, burada o vaxt ki, bu vaxt ki bağlayıcı sözlə bağlanıbdır. O zaman hər kəsə yardım etmək, burada da əvəzlik qəlbi yerləşdirmək olar. Hər kəsə yardım etmək istəyirdim. Deməli, budaq cümləsi baş cümlədən əvvəl gəlir. Çünki bağlayıcı sözlə bağlananda budaq cümlə birinci, baş cümlə isə ikinci işlənəcək. Cavabım olacaq D variantı. Deməli, D variantı E variantına baxırıq. Havanın yağışlı olması və yolun uzaqlığı burada sadə cümlədir. Bunu çıxdaş eləyirik. Hansı cümlədəki, 18-də deyir, hansı cümlədəki nöqtələrin yerinə ayrı-ayrılıqda həm ona görə ki, həm də ancaq bağlayıcısını artırmaq mümkündür. 18-də deyir. Həm şagirdin xasiyyətinə bələdəm, ona görə ki, zənnimdə yanıldığımı düşünürəm. Bələdəmsə necə düşünürəm, bu düzgün gəlmir. Hər ikisi uyğun gəlməlidir. Atam mənə qardaşıma baxıb danışırdı. Ona görə ki, səs tonu dəyişmirdi. Uyğun bir cümlədir. Ancaq səs tonu dəyişmirdi ola bilər. Ona görə ki, səs tonu dəyişmirdi. Burada yəni uyğun gəlmir bu ona görə ki, bura. Güllər çoxdan dərilmişdi. Ona görə ki, yarpaqları nə qurumuş, nə də saralmışdı. Sonra deyirəm, güllər çoxdan dərilmişdi, ancaq yarpaqları nə qurumuş, nə də saralmışdı. Burada ona görə ki, uyğun gəlmir bura. Güllər çoxdan dərilmişdi, ona görə ki, yarpaqları, yəni məna cəhətdən də uyğun gəlmir. C-ni də çıxdaş edirəm. İnal əsəri sevir, müəllifi ilə çox maraqlanırdı. Ona görə ki, dili axıcı gözəl idi,
Bu ona görə ki, ola bilər burada ancaq baxaq, ancaq dili axıcı gözəl idi. Burada qarşılıq yaratmalıdır. Ancaq amma onu yaratmır. Çünki cümlə onu tələb eləmir. D-ni də çıxdaş edirəm. O Zəhranın dediklərini eşitmək istəmirdi. Ona görə ki, haqsız olduğunu bilirdi. Bəli, olar. Sonra deyirəm, o Zəhranın dediklərini eşitmək istəmirdi. Ancaq haqsız olduğunu bilirdi. Ancaq haqsız olduğunu bilirdi. Eşitmək istəmirdi. Ancaq haqsız olduğunu bilirdi. Bəli, bu da düzgündür. Götürülə bilər. 18 E variantı. 19-a baxırıq. Hansı cümlənin şəxsə görə aid olduğu növdə baş üzvlərinin hər ikisi iştirak edə bilər? Baş üzvlərinin hər ikisi iştirak edə bilər. Burada yəni əsas diqqət edəcəyimiz şey nədir? Müəyyən şəxsi cümlədən söhbət gedir əslində burada. Hava gözəl, buludlar sakit. Bu adlıq cümlədir. A getdi. Hava soyuyan kimi qalın paltar axtarır. Kim? O axtarır. Bu müəyyən şəxsi cümlədir. Və görürsünüz nədir? Deyir ki, baş üzvlərin iştirak edə bilər. Demir iştirak edir. Deyir iştirak edə bilər. Müəyyən şəxsidir. Yəni belə deyim də, mübtədası buraxılmış müəyyən şəxsidir. C-yə baxırıq. Şölə təhvil verdiyi kitabı bir gün keçməmiş götürdülər. Kim? Qeyri-müəyyən şəxslər, yəni onlar götürübdür. Qeyri-müəyyən şəxsi cümlədir. Quşlar oxuduqca Cəlalın kənd üçün burnunuzu göynüyürdü. Şəxsiz cümlədir. Şəxsiz cümlədir. Sonra acıqla itirərsən, səbirlə gətirərsən. Bu da ümumi şəxsli cümlədir. Ümumi şəxsli cümlə hesab olunur. Cavabımız B variantı. Buradakı ümumiyyətlə məntiq odur ki, aid olduğu növdə deyir hansı cümlənin şəxsə görə müəyyən şəxs, qeyri-müəyyən şəxsdə şəxsə görə növlər, onları da bilirik yəqin ki, baş üzvlərin hər ikisi iştirak edə bilər. Hər ikisi iştirak edən baş üzv o müəyyən şəxsi cümlə ola bilər ancaq. Digərləri olmur. 20-ci suala baxaq. Xüsusiyyətlərin aid olduğu sözü müəyyən edin. Fərqli qrammatik və leksik mənalar ifadə edir. Quruluşca bir cür düşünülə bilir. Yazılışı və tələffüzü eynidir. Baxaq. Odun sözü, belə buradan mən çıxış eləyərək deyə bilərəm əslində. Quruluşca bir cür düşünülə bilər. Quruluşca bir cür düşünülə bilər. Xeyr, bu bir cür düşünülə bilməz. Nəyə görə? Çünki fərqli qrammatik və leksik mənalar ifadə edir. Necə? Biri var odun sözünün özü, odun, meşə odun, misal üçün. İkinci olaraq odun sözü, deyirəm ki, odun üzərindən tullandım. Odun üzəri, un. Buradakı un həm yiyəlik, həm də ki, mənsubiyyət şəkilsi kimi düşünülə bilər. İki cür düşünülə bilir. A getdi. Quruluş da bir cür düşünülə bilir. Bu bizim üçün əsasdır. Quraq. Quraq, ümumiyyətlə, quraq üç cür düşünülə bilər. Hətta bu. Yox. Quraq ərazi üç cür düşünülə bilir. Bir, kök olaraq quraq. Bir, quraq. Aq şəklində, yəni əmr formasında, bir də aq formasında, arzu şəklində düşünülə bilər. Üç cür düşünüldür, onu da çıxdaş elədim. Heyvan. Biri var heyvan, qoyun, inək, keçi və s. Bir də var deyirəm ki, heyvan. Sənin meyvə heyvadan söhbət edir. Sənin heyvan. Nə burada olacaq? Mənsubiyyət şəkilsi. İki cür düşünülə bildi. Bizə lazımdır bir cür düşünülsün. Yazı. Misal üçün. Yazı sözü, yazılış və tələffüzü eynidir. Quruluşca bir cür düşünülə bilir. Fərqli leksik mənaları ifadə edə bilir. Bax görə fərqli leksik mənaları ifadə edir ya yox. Deməli, yaz sözün kökü yazdan yazı olur. Bir də deyirəm ki, yazı. Misal üçün deyirəm ki, fəslin, ilin yazı, 2026-cı ilin yazı görüşəcək, misal üçün görüşdük. 1990-cı ilin yazı dünyaya göz açıb və s. kimi ifadələri də istifadə oluna bilər bu ifadə. Cümlədə istifadə oluna bilər bu ifadə. İki cür düşünülə bilir. E-də getdi, qaldı. D variantı. Quruluşuna görə ümumiyyətlə leksik mənalar, iki leksik məna və ya fərqli qrammatik və leksik məna ifadə edir. Sarı sözü burada
rəng də ola bilər, sarımaq feili də ola bilər. Hər iki vəziyyətdə də quruluş da eynidir, tələffüz və yazılışı da eynidir. Cavabım olacaq D variantı. Sonra 21-ci suala gəldik. Hansı suala cavab verən cümlə özü feili birləşmə ilə ifadə oluna bilməz? Feili birləşmə ilə ifadə oluna bilməz deyəndə burada biz məsdər və feili sifəti nəzərə alırıq. Çünki feili bağlamalar cümlədə yalnız zərfli olur. Baxaq burada, əslində burada fikir verin. Bax, kim sualına cavab verəndə bu feili birləşmə ola bilər. Misal üçün, məsdər tərkibi ola bilər. Hansı sualına cavab verəndə feili sifət tərkibi ola bilər. Nə üçün sualına cavab verəndə səbəb zərfliyi ola bilər, feili sifət tərkibi. Misal üçün, test işlədirik, xəstələndiyi üçün məktəbə gəlməmişdir. O ola bilər. E variantı ola bilər. Feili sifət tərkibi olaraq. Amma nə edək təsriflənən feilin sualıdır. Və fikir verirsiniz, şəxs sonluğuna da fikir vermək lazımdır burada. Gələk, gedək, baxaq, nə edək. Fikir verirsiniz, gələk, gedək, baxaq. Burada artıq təsriflənən feildən söhbət gedir. Təsriflənməyən yox. Yəni, feili birləşmələr təsriflənməyən olur axı. Təsvirlənməyənlər feili birləşməlidir daha doğrusu. D variantı burada cavabımız bizim olacaqdır. Bu əslində asan sualda sadəcə olaraq bu məntiqi tutmaq lazımdır. Nə deyir bizə? Gəldik 22-ci suala. Burada deyir ki, hansı cümlədəki köməkçi nitq hissələrini çıxarmaqla ədəbi dil normasını bərpa etmək olar? Baxaq biz A variantından. Fatih hər adama sir verməz, çünki hər adam da sir tutmağı bacarar. Burada çünkini çıxarsaq, yəni ümumiyyətlə sir verməz, hər adam sir tutmağı bacarar. Ümumiyyətlə cümlənin mahiyyəti dəyişir. Yəni düzgün deyil burada çıxarmaq. A variantını çıxdaş elədim. B-də deyir ki, bu şagirdlər uğura doğru addımlamağın şərtlərini ancaq müəllimlərindən öyrənmişdir. Burada ancağı çıxarsam, ədat da məhdudlaşdırır. Deyirəm ki, bu şagirdlər uğura doğru addımlamağın şərtlərini müəllimlərindən öyrənmişdir. Burada məhdudlaşdırma etdi. Yəni, düzgün deyil bu. Yəni, cümlə başqa struktura keçdi. C variantına baxaq. Ayxan zala daxil olanda nə oturanlar ona tərəf baxmadılar, nə də çıxış edənlər onu görmədilər. Biz bilirik ki, İnkar bağlayıcısı işlənəndə cümlədə xəbərlər mütləq şəkildə təsdiqdə olmalıdır. Feillər yəni təsdiqdə olmalıdırlar mütləq şəkildə. Buradakı nələri çıxartsaq norma düzələr. O zaman Ayxan zala daxil olanda oturanlar ona tərəf baxmadılar, çıxış edənlər onu görmədilər. Yaxşı. Ya burada mamələr olmamalıdır feilin üzərində, yəni inkarlar olmamalıdır, ya da bağlayıcılar çıxarılmalıdır, yəni köməkçi hissələr çıxarılmalıdır. Burada bizə deyir ki, köməkçi hissəsi çıxarılsın, biz də köməkçi hissəsini çıxarırıq. Cavabımız C variantı olacaq. Bir də deyirəm, inkar bağlayıcısının işləndiyi cümlələrdə feillər təsdiqdə olar, inkarda yox. Ona görə də buradan çıxardıram ki, cümlə struktur qorunsun. D variantına baxırıq. Xanım heç nəyi və heç kimi düşünmədən evə tərəf yollandı. Heç nəyi və heç kimi düşünmədən burada və-ni çıxartmaq olmaz. Yəni bu və bunları birləşdirib D variantını çıxdıq. Həmidənin susqunluğundan pərişan və həyəcanlı burada da həmçinin birləşdirib. Burada da cümləni birləşdiribdir. Ki bağlayıcısı, aydınlaşdırma bağlayıcısı. Eyni də çıxdaş edirik. Cavabımız C variantı. Deməli, belə bir açıq testlərə gəldik, artıq başlayırıq 23-cü sualdan. Evin yaraşığı uşaq, süfrənin yaraşığı qonaqdır. Atalar sözündə fərqli tələffüz olunan sözləri, sözlərin ortaq cəhətidir. Uşaq, qonaqdır. Bunu belə yazın. Burada da r gedir işinə də. Tələffüz deyirsə r gedir işinə. Samitlə bitir, xeyr. Qonaqdır, ortaq cəhət deyil. Bu nəyə görə ortaq cəhət deyil? Çünki uşaqdır da samitlə bitir, x ilə. Amma burada ı ilə bitir. Tələffüzdə uşaqdır olur axı, uşaqdır. Biri çıxdaş elədim. İlk ecasının tərkibində dodaqlanan sait var. Uşaq, qonaq. Bəli. İkincini götürdüm. Sətirdən sətrə keçirmək mümkündür. Uşaq sözünü keçirə bilmirəm. Ona görə ki, qayda var ki, sözün əvvəlində və sonunda
Saat təklənsə, o zaman sətirdən sətrə keçirilə bilməz. 3 səhvdir, amma qonaq sözündə olar. Vurğu ikinci hecanın üzərinə düşür. Uşaq, bəli, qonaq, bəli. Çünki burada şəxs onluq vurğu qəbul etmir. İkinci hecadadılar. 4-ü də götürdüm. Səslərin sayı daha azdır. Səslər r düşdüyünə görə qonaqdır da səslərin sayı daha azdır. Birinə aiddir, yəni ki, ortaq deyil. 5-ə də çıxdaş elədim. Cavabım olacaq burada 2 və 4. 24-ə gəldim. Nöqtələrin yerinə uyğun gəlməyən deməli əvəzişləri müəyyən edin. Hər şey vaxtında gəldi. Hər şey vaxtında gəldi. Bu düzgündür. Hər şey vaxtında gəldi. Bundan işim yoxdur. Uyğun gəlməyəni deyir bizə. Hamı vaxtında gəldi. Hər kəs vaxtında gəldi. Bu da düzgündür. Bundan da işim yoxdur. Həmin vaxtında gəldi, uyğun deyil. Bu bir. Hər nə vaxtında gəldi, uyğun deyil. Kim vaxtında gəldi, uyğun deyil. Nəyə görə uyğun deyil? Əslində kim vaxtında gəldi olur, amma burada sual işarəsi olmalı. Diqqət edin, nöqtədir cümlənin sonunda. Ona görə də 5 olacaq, aid olacaq. Bəzi vaxtında gəldi, ümumiyyətlə olmaz. Cavabımız olacaq 3, 4, 5, 6. 3, 4, 5, 6 olacaq. Sonra, hansı cümlələrdə tünd hərflərlə yazılmış söz say olsa da əşyanın miqdarını bildirmir. Yəni, demək istəyir ki, sıra sayıdır, onu demək istəyir bizə. Axırıncı sıra var burada, sonuncu gün var burada, bir də birinci qələbə var burada. Zaten ıncı incilər görünür. Bir olmaz, bir qədər də olmaz. Ondan sonra üzərində ıncı inci şəkilçisi yoxdur. Yəni, ıncı üstü 4 şəkilçisi və yaxud da ki, ərəb rəqəmlərinə qoşulanda c, 10-cu bu yoxdur. Yəni, bu şəkilçi yoxdur. Olmadığına görə də elə asan yoldan 5 saniyənin içərisində axırıncı, sonuncu birincilərə baxaraq məsələni həll edirik. Cavabımız olur burada 1, 2 və 5. 1, 2, 5 olur. 26-ya baxaraq hansı sözlər zərfdir? Gələr, gəlməz, bu feili bağlamadır. Ərməz var burada, bunu gördük. Getdi, bu olacaqdır. Feili bağlama. 2-yə baxırıq. Dinməz, söyləməz, bu zərfdir. Zərf, bunu götürürük. Zərfdir. Sonra 3-ə baxırıq. Gedər, gəlməz var, uşaqlar. Gedər, gəlməz dilimizdə işlədilir bu ifadə. Burada da ərməz var, amma bu feili bağlama deyil, bu isimdir. Nəyə görə? Çünki armazlar eyni sözə artırılmalı, eyni kökə artırılmalı. Buradakı kimi var, gəl. Fikir verirsiniz. Amma burada get gəldi. Fikir verdiniz yəqin ki. Onu da çıxdaş elədik biz. Azdan görər, görməz, buna baxaq. Görər, görməz. Armazları gördük. Burada da feili bağlamadır. Sonra çıxdaş elədim. Azmaz zərfdir. Miqdar zərfidir. Azdan, çoxdan. Bu da zərfdir. Bu da zərfdir. Cavabımız olacaq 2, 5, 6. 27-yə baxırıq. Uyğunluğu müəyyən edin deyir. İsmi birləşmə, feili birləşmə var. Həmşəkimə uyğunluq testidir. 27-ci test. Birə baxırıq. Parça-parça olmaq, uşaqlar. Parça-parça olmaq birləşmə deyil. Mürəkkəb sözdür. Mürəkkəb feil. Yazıram bura. Mürəkkəb feildir. Mürəkkəb feil. Mürəkkəb feildirsə, bu olmaq feili əvvəlindəki sözlə bir yerdə bir sözdür. Bu birləşmə yaratmır. Biz bunu testlərdə də tez-tez görürük. İşə başlayanda anda, əndə var. Feili birləşmədir. Sarışan ulduzlar var burada. Ulduzlar, hansı ulduz, necə ulduzlar sarışan? Birinci növ isim birləşmədir. Qulağı cingildəmək var burada. Qulağı cingildəmək, yəni düzgün bir sözdür. Qulağı cingildəmək. D variantı 2 aid olacaqdır. Burada məslərdə feili birləşmədir. Kamala çatmaq, arzuya çatmaq anlamındadır. Məqsədinə çatmaq. Burada bu frazoloji birləşmədir. Frazemdir, yəni. Frazemdir. Bu da ismi və feili birləşmə olaraq götürülmür. Cavabımız olur 1C, 2B, D. Deməli, biz gəldik, artıq çatdıq situasiya
testlərinə. Bilirik ki, Azərbaycan dilindən situasiya 9 bal verir, 9.1 hardasa belə bir bal verir. 3 dənə sualda o da 27 bal eləyir. Ona görə də situasiya suallarına xüsusi fikir vermək lazımdır ki, burada bal daha yüksək gəlsin. İndi videonu dayandırıb özünüz deməli mətnlə tanış ola bilərsiniz. Sonradan sualların izahına baxa bilərsiniz. Deməli 28-ci sualda deyir ki, üzərində rəqəm yazılmış ifadələr əsasında cədvəli tamamlayın. Burada bir tanınan var, bir də şəxsi heyəti var, 2 yazılıbdır. Birinci sözü əsasən tanınanda, birinci fikir əsasən sözü kontekstdəkindən fərqli mənada cümlədə işlədin deyir bizə. Burada deyir ki, 1856-cı ildə Qızıl Gəmisi kimi tanınan, o adla hallanan, bu mənadadır burada. Bax, fikir versinə deyir, 1856-cı ildə Qızıl Gəmisi kimi tanınır. O adla hallanır bu, tanınır. O adla məşhurdur. Bunu fərqli mənada işləyirəm. Deyirəm, o məni tanıyır, bunu işlədə bilərəm. Və yaxud da deyirəm ki, ərazi bütövlüyümüz dünya arenasında tanınır, təsdiqlənir, təsdiqlənir mənasında işlənilir. Tanınmağı yəni bu cür yaza bilərəm. Deyirəm ki, ərazi bütövlüyümüz tanınır. Yəni bu cür yazmaq olar. İkinci sözümüz isə burada şəxsi heyətdir. SS Central Amerika güclü qasırğada öz şəxsi heyəti ilə. Şəxsi heyət oradakı insanlar, cəmaət anlamındadır. Bunlar nə gedir? Deyir ki, ifadəni əvəz edə biləcək qarşılıq söz ifadə. Yəni onu nə əvəzləyə bilər orada o şəxsi heyəti? Ekipaj, komanda, gəminin tərkib hissəsi, şəxsi tərkibi və yaxud da bu cür sözlərlə demək olar. Misal üçün, komanda, gəminin komandası, komanda. Bu cür vermək olar. İndi baxaq 29-cu suala. Mətnə əsasən cədvəli Qriqori Thompsonla bağlı fikirlərlə tamamlayın. Burada deyir ki, məqsədə çatmaq üçün etdiyi vasitələr öz işinə qarşı münasibəti necə idi? Öz işinə qarşı münasibəti necə idi? Ümumiyyətlə, məqsədə çatmaq üçün Qriqori Thompson neynədir? Biz baxaq buna. Burada var. Misal üçün, Bayes teoremi var. Misal üçün, burada baxın 2-ci abzası. Deyir ki, Tommy Qriqori Thompson bu vəziyyəti dəyişdi. O gəmini tapmaq üçün Bayes axtarma teoremindən istifadə etdi. Bax, Bayes axtarma teoremindən məqsədə çatmaq üçün istifadə edib bir də sonra deyir ki, Thompson şərtli ehtimalın mürəkkəb forması olan belə bir teorem haqqında eşitmiş və həyatının axırını bununla necə dəyişdirə biləcəyini də müəyyənləşdirmişdi. Sonra deyir ki, burada 3-cü abzasda deməli, bu məlumatlara əsasən deyir ki, Thompson baş verdiyi dövrə aid məlumatlarla yola çıxdı. Bu məlumatlara əsasən bir xəritə yaratdı. Həmin xəritə Qızıl Gəmisinin harda ola bilən ehtimalını əks etdirir. Buna xəritə və yaxud da ehtimal xəritəsi olaraq cavablandıra bilərik. Xəritə ehtimal. Burada yazırıq Bayes teoremi. Bayes teoremi və yazırıq xəritə və yaxud da ehtimal xəritəsi. Deməli, öz işinə qarşı münasibəti necə idi? Öz işinə, deməli, Qriqori Thompson ciddi yanaşırdı, məsuliyyətli idi, əzmkar idi və s. Yəni, məsuliyyətli, tədbirli və s. Bunların hamısını yazmaq olar. Tədbirli. Gəldik, bu cür doldurulur. Mütləq şəkildə, yəni bunları nəzərə almaq lazımdır. Sonra keçdik 30-cu suala. 30-da deyir ki, mətndəki nöqtələrin yerinə uyğun elə fikir yazın ki, mətndən çıxan nəticəni əks etdirsin. Mətndən çıxan bu hissəni deyir bizə burada. Mətndən çıxan
nəticə nə ola bilər? Mətni oxuyandan sonra bir çox nəticə yazmaq olar. Misal üçün, Thomson öyrəndiyi bilik ona heç kəsin bacarmadığı bir işi ərsəyə gətirməyə kömək elədi. Heç kim bacarmadığı bir işi Thomson bilik əldə etmək və bu bilikdən lazımdır istifadə etməklə bacardı. Və yaxud da Thomson bu nailiyyətində öyrəndiyi bilik və bacarıqlara borclu idi və s. kimi ifadələr yazıla bilər. Misal üçün, bir dənəsini yazaq burada. Thomson bu nailiyyətində öyrəndiyi bilik və bacarıqlara borclu idi. Öyrəndiyi bilik və bacarıqlara borclu idi. Bu cür yazmaqla tamamlamaq olar.